Bu günləri Məhərrəm ayının 17-si Hicri qəməri ilin isə 1438-ci il idi. Bu günləri də tarixə bir hadisə ilə düşüb ki, o hadisə Peyğəmbərimizin dünyaya gəlişindən 10 il qabaq olub. Peyğəmbərimiz 580-cı ildə dünyaya gəlib, amma 570-ci ildə bu hadisə əmələ gəlib. Bu hadisəyə fil hadisəsi deyərlər. Fil səhabələrinin, əshablarının hadisəsi deyərlər ki, Yemən padişahı hücum elədi Məkkəni dağıtmaqlığa və böyük bir fillə gəlmişdi. O filin adı Məhmud idi. Orada da at əvəzi fildən istifadə olmuşdu, amma o qədər də çox deyirdi. Onunla yaxın deyirlər fil var idi, amma ən böyüyünün var idi ki, onun adı Məhmud idi. Elə buna da görə o orduya fil ordusu və yaxud da fil səhabələri adı verildi. Bu hadisənin təqribən belə deyə baş vermə səbəbi belə idi. Yeməndə Himyar dövləti var idi. Himyar dövlətin də rəhbəri Zunuvas idi. Zunuvas əslən Yahudi idi. Yahudi idi və özünə Yusuf ləqəbi götürmüşdü və İudizm dini məzhəbində qəbul eləmişdi. Yəni belə deyək, Yahudilikdən çıxmışdı. Bunun Xristiyanlara qarşı, yəni Məsihlərə qarşı çox böyük düşmənçiliyi var idi, qəddar idi, çox əziyyətlər verirdi. O cümlədən yazırlar ki, bir hadisədə təqribən 20 minə yaxın Məsihli, yəni İsaviləri öldürdü. Bu nəticə isə Həbəşistan kralı ilə və Himyar krallığı arasında çox böyük bir sözə səbəb oldu. Bunlar ikisi birləşdilər ki, Zunuvasa hücum eləsinlər və hücum elədilər. 70 minlik Xristiyan ordusu Qırmızı dənizdən gəldi Yemənə. Zatul Əbər deyilən bir yerdə Zunuvasın ordusu ilə üzləşdilər və nəticədə Zunuvasın ordusunu məhv elədilər, məğlub elədilər və özləri qalib gəldilər. Özləri qalib gələndən sonra Əbrahə ilə Əhyar adında iki sərkərdə var idi. Əsas bunların rəhbərliyi altında gəlmişdilər. Əbrahənin mənası Yahudi İbrit dilindən belə götürsək, Abrim deməkdir. Abrim də İbrahim deməkdir. Bu mənadadır Əbrahənin mənası, bu mənaya gəlir, çıxır. Və bu Əbrahə bu müharibədə dodağı partlamışdı, yəni ağzı belə deyək, əzilmişdi. Ona görə buna Əl-Əşrəm ləqəbi verdilər və bundan sonra demək olar ki, Əbrahə, indi biz Əbrahə kimi tanıyırıq, amma əsasən tarix onu Əl-Əşrəm kimi tarixdə tanınır. Bu iki sərkərdənin arasında naməlum olan səbəbdən ötürü narazılıq düşdü. Naməlum deyəndə ola bilər ki, üsul davası ola bilər. Yəni, bundan artıq heç bir şey ola bilməz. Nəticədə Əbrahə vurdu. Döyüşlərin birində Əhyarı öldürdü. Öldürəndən sonra Yemən əhlinin bütün hakimiyyəti öz əlinə ala bildi və Yemənliləri özü üçün bir dövlət düzəltdi və orada hakimiyyət elədi. Təqribən 50 ilə yaxın hakimiyyətdə oldu. Əbrahənin əmri ilə Yemənin Sinada şəhərində Əl-Kulleys, yəni bunlar özləri Məsihidir, bir məbəd tikildi. Və Əbrahə bilirdi ki, oradakı Yeməndəki ərəblər bütpərəstdilər. Bütpərəstlər hər il Məkkiyə Allahın evini ziyarət eləmək üçün bütləri orada idi, ora ziyarət eləməklə getdilər. Ona görə Əl-Kulleys məbədini tikdirəndən sonra hamını məcbur elədi ki, gəlsinlər buranı, da Məkkiyə yox, bura gəlsinlər. Belə olanda indi baxmanda hərənin özünə görə bir əqidəsi var. Heç kim öz əqidəsinə də pis demir. O misal var, deyir ki, söymən nökər ağamı, söyməyin bəy ağı. Quranda da hətta buna aid ayəmiz var ki, Allah təbarək və təala deyir ki, la təsubbuhum, yəni müşriklərin, ata-babaların söyməyin. Mənası budur, yəni sən onları söysün, o da səni söyləyəcək. Əbrahənin bu bütpərəstlərə qarşı olan qəzəbi və əmri bütpərəstləri biraz qəzəbə gətirdi. Onların içindən İbn-i Fükay adlı, İbn-i Fükay Əl-Kənani adlı bir dənə bütpərəst daha da qəzəbləndi. Gəldi, girdi həmin məbədə, həmin məbədi mundarladı. Mundarlayandan sonra Əbrahə biraz da qəzəbləndi. Qəzəblənəndən sonra
and içdi ki, gedəcəm Məkkəni dağıdacam. Sizin mərkəziniz oradır, gəlib oranı dağıdacam və bir dənə bir ordu düzəltdi. Əvvəl dediyim kimi fil də var idi orada, amma əsas ki böyük bir fil var idi. Onun adı Mahmud idi. O filə görə də elə bu ordu fil ordusu kimi də tarixə düşdü və gəldilər. Taif şəhərinə yaxınlaşanda Səqif qəbiləsi gəldilər. Bundan xahiş elədilər ki, bizim Əllat adında bütümüz var, ona dəyməyəsən. Əbraha dedi, bəli, mənim sizdə işim yoxdur, mənim işim Kəbədədir. Gedirəm Kəbəni dağıtmaqlığa. Amma bütün buna baxmayaraq bunlara yaxşı cavab verdi, amma bunlardan köməklik istədi. Səqif qəbiləsi Taif şəhərində Əbrahə köməklik eləmədilər. Köməklik eləməməkliklərinin də səbəbi bu idi çünki bütün bütpərəstlərin mərkəzi oraydı, Kəbədə idi. Bunlar da özü bütə sitayiş edirdi, bunlar da özünün orada ehtiramı var idi deyən orada Əbrahə kömək eləmədilər. Əbrahə bunlardan bələdçi bir nəfər istədi. Bələdçi istəyəndə heç kim bunlara köməkçilik eləmədi. Amma Səqif qəbiləsindən olan Əbu Riğal adında bir şəxs küllü miqdarda bunlardan pul aldı, buna bələdçilik elədi və bu da gəldi Məkkəyə çatar-çatmaz naməlum səbəbdən birdən-birə cəhənnəmə vasil oldu. Bunlar Məkkəni tapdılar. Məkkəni tapandan sonra Məkkənin ətrafında olan bütün kətləri də xaraba qoydular, heyvanları da götürdülər əllərinə. Belə olan halda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin babalarından birinin adı Şeybə idi. Şeybə, biz onu Əbdülmüttəlib kimi tanıyırıq. Əslində Şeybədir. Şeybənin 200-ə yaxın dəvəsini götürdülər. Götürəndən sonra və Məkkə əhli də hamı qaçdı. Ətrafda heç kim qalmadı qorxudan. Çünki gördülər bir qəzəblə bir ordudur gəlir, elə bir seldir gəlir, qabağına çatanın hamısını məhv edir. Ona görə hamı qaçdı. Amma Əbdülmüttəlib, yəni Peyğəmbərimizin babası Şeybə gəldi həmin Əbrahənin qərargahına. Girdi Əbrahənin yanına, dedi mən 200 dəvəmi səndən istəyirəm. Əbrahəyə bu biraz təəccüb gəldi. Dedi mən gəlmişəm sizin əzizlədiyiniz yeri, sizin istədiyiniz yeri xaraba qoymaqlığa, amma sən məndən dəvəni istəyirsən, madəm dəvəni istəyirsən, qaytarın dəvələri. Hətta belə yazılar, deyir, o kəsilən dəvələrin də pulun qaytardılar. Və yaxud da dəvələr sağlam idi, 200-ünü də qaytardılar. Amma Əbraha ona bir söz dedi. Dedi, axı, mən sizin üçün əziz olan Kəbəni dağıtmağa gəlmişəm, sən isə məndən dəvələri istəyirsən. Burada 2 dənə, 3 dənə bu İnşallah deyəcəm ki, Fil surəsində bu geniş öz tarixçəsini tapıb, xırda surədir. Amma çox geniş bir, əhatəli bir hadisədir. 2-3 dənə orada incə nöqtələr var. İncə nöqtələrdən də biri elə Peyğəmbərimizin babasının alicənab olmaqlığını sübut elədi. Məntiqli danışmaqlığını sübut elədi. Yəni, cahil ərəblərin içində olmaqlığına baxmayaraq, cahillikdən uzaq olmaqlığını sübut elədi. Peyğəmbərimizin babası Əbrahə gözəl bir cavab verdi. Dedi, dəvələrin sahibi mənəm. Ona görə mən dəvələri səndən istəyirəm. Kəbənin sahibi başqasıdır, Kəbənin sahibi özü yə dursun. O bizdə bir söz var, deyir, qaçanın evini sökərlər. Əstəğfurullah, Allah qaçıbsa deməli onun evini sökəcəklər. Yox, qaçmayıbsa, sahibi varsa sahibi özü yə duracaq. Amma mən dəvələrimin sahibiyəm və dəvələrimin haqqını səndən tələb edirəm. Əbraha dediyimiz kimi dəvələri qaytardı və hökm verdi ki, Kəbəni dağırdın. Fil surəsini inşallah elə biləm çoxlarınız oxuyubsunuz, tərcüməsinə də baxa bilərsiniz. İkinci hikmətli nöqtələrdən, yəni məntiqli nöqtələrdən biri bu idi ki, Allah təbarək və təala o boyda ordunun üzərinə heç bir şey göndərmədi. Mərcidən balaca bir qara şey göndərdi. İndi deyirlər ki, o atom imiş. Deməli, bu da sübut edir ki, elə atom əzəldən belə deyə var imiş. Kimsə icad elədi, deməsin ki, mən eləmişim. Elə 1400 il bundan qabaq Quranda bu bizi üçün deyilib. Allah təbarək və təala bir quş göndərdi, hər quşun saya göndərdi. Məsələn, orada 100 orduda 100 nəfər əskər var idisə, 100 dənə quş göndərdi. Hərəsinin ağzında xırda bir mərcidən balaca qara bir daş. Həmin o qara quşlar da həmin o qara xırda daşı hər filin və yaxud da atın üstünə atdı, hər bir əskərin üstünə atdı. Hamısı atdığı zatdan məhv oldu. Bir nəfər gördü ki, yox. Elə bu qıra-qıra gəlir.
qaçdı Əbrəhə xəbər versin ki, gəl qaçaq. Əbrəhə gəldi xəbər verdi. Əbrəhəni başa sala bilmədi ki, valla bir dənə quş da ağzında xırda bir nəsə düşür, düşməliylə biz yanırıq, məhv oluruq. Dedi, hardadır o quşun? Məsələn də indi çıxdılar ki, çölə baxmaqlığa ki, quş hardadır. Gördü 2 dənə quş, dərəsinin başının üstünə dayandı, dərəsinə bir dənə atdı və bununla da Əbrəhəni də məhv elədi. Bu hadisə əvvəl dediyim kimi Peyğəmbərimizin viladətindən, dünya gəlişindən 10 il qabaq olub, yəni 570-ci ildə olub və Əbrəhənin ölümündən də sonra Əbrəhənin 2 oğlu var idi. Birinin adı Yeksum idi. Əvvəl o Əbrəhənin yerində Yeməndə hakimiyyət elədi. Ondan sonra isə Məsruq var idi. O hakimiyyət elədi və bunlardan da biraz sonra İslam belə deyə genişlənəndən sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm neçə dənə ordu sərkərdəsi göndərdi Yeməni işğal eləməliyə, fəth eləməliyə, amma heç biri Yemənlərlə bacara bilmədi. Yeganə Əli əleyhissalam idi ki, getdi, Yeməni fəth elədi və şiəçilik orada yaydı və bir dənə nöqtəni nəzərinizə çatdırım ki, ona görə də bu günləri Saudiya dövləti Yeməni bombardman eləyir. Axırıncı nöqtədə bu idi ki, dedim, bəli, Saudiyanın da onları bombardman eləməsinin səbəbi üçün orada şiələrdir. Heç İraqa bomba atmadı, məsələn də, heç bir başqa bir yerlərə bomba atmadı, filan eləmədi, amma sırf Yemənin də İslama gəlməsinin səbəbkarı əvvəl dediyim kimi Əli əleyhissalam olub.